uşaq artıq 1 yaşındadır və uşaq ağlayır. Ana məcbur buna telefon və yaxud da planşet verir ki, bu sakitləşsin. Cizgi filmi qoyur və yaxud da nəsə bir şey qoyur və uşaq getdikcə artıq telefon planşetdən asılı vəziyyətə düşür. Valideyn düz edirmi? Valideynin birinci işi övladıdır. Övladıyla Neyləsin zaman valideyn? keçirdir. Keyfiyyətli zaman keçirdəcək. Məsələn, uşaq yemək yeyir. Tamam, bax, indi mən valideynlərin əvəzindən danışıram. Uşaq yemək yeyir, uşaq ağlayır və bunu sakitləşdirmək mümkün deyil. Valideyn həmin an nə etsin? Əgər bir uşaq valideyni ilə kifayət qədər zaman keçirdirsə, valideyni ilə ünsiyyəti yaşından asılı olmayaraq kifayət qədərdirsə, onun telefona, planşetə ehtiyacı olmur. Burada valideyn baxmalıdır. Mən nəyi necə etmişəm ki, uşaqda bu asıllıq yaranıb. Belə deyək, uşaq telefonun nə olduğunu necə bilir? Baxırsınız, 1 yaşlı Biz uşaqdır. təqdim etməsək, necə biləcək onu? Düzdür. Amma elə bir balaca dövrümüz də dəyişib, texnologiya Biz dövrü. necə 1 yaşlı ki- uşaq həməli başlayır, telefon verir. Bəli, idarə edir. İdarə eləyir bildiyiniz. Biz necə ki, belə deyək, qazdan, isti nələrdənsə övladımızı qoruyuruqsa, görürsüz bunu bacarırıq da ana olaraq. Bəli. Eyni zamanda telefondan da valideynlər qorumağı bacarmalıdırlar. Gələcəkdə hansı problemlər yaranacaq? Gələcəkdə diqqət əksikliyi birinci növbədə gəlir burada. Emosional sferada gecikmə mütləq rast gəlinir burada. Yəni gördüyümüz hallardır. Çünki uşaq insanla ünsiyyətdə olmalıdır. Oradan informasiyanı sadəcə alır. Özü heç nə ifadə edə bilmir ora. Və orada sadəcə dəyişən kadrlardır. Heç bir uşaq üçün öyrədici. Bəzən valideynlər deyir ki, mən icazə verirəm, amma öyrədici nələrəsə icazə verirəm. Dillərin qarışdırılmağı. Bəli. Uşağa rus dilində və ya ingilis dilində verirlər. Uşaq bir dildə özünü ifadə edə bilmir. Danışırlar. Və uşaqda görürük ki, bəzən bunu xüsusilə yaxşı bir məqama toxundunuz. Bizə müraciət edirlər, deyirik ki, bəs uşaqda hər hansı bir risk qrupu altındadır, bunu valideynə bildiririk. Ola bilməz, mənim uşağım ingiliscə bilir, mənim övladım rusca bilir, bunu bir göstərici kimi bizə deyirlər. O sadəcə ekrandan məruz qalıb, onları əzbərləyib. Bu inkişaf göstəricisi deyil. Yəni heç bir beynəlxalq protokolda, beynəlxalq dəyərləndirmədə belə bir şey yoxdur ki, 2 yaşında, 3 yaşında uşaq ikinci dil bilsin. Artıq valideynlər vərdiş halına alıb ki, qoy bu telefonu önəmli verin. deyil bizim üçün. Uşağım Yəni, bu dil bizə öyrənsin. göstərici deyil.